Artrozlar daha çox xanımlarda təsadüf olunan prosesdir, ancaq bəylər də bu xəstəlikdən əziyyət çəkə bilirlər, az faizdə olsa və yaşla əlaqəsini belə əlaqələndirə bilərik ki, bizim orqanizmimizin bir hormonal balansı var. Menopauz perioduna keçdikdən sonra isə bu hormonal disbalansa keçir. Disbalans periodunda xəstələr, xəstə deməyək, yəni şəxslər, fərdlər özlərinin qida əlavələri ilə belə deyək, dəstəkləyici vitaminlər, kalsium preparatları qəbul etmirlərsə, artrozun inkişaf etmə ehtimalı daha da artır. Ancaq altda yatan bir xəstəliyimiz varsa, buna daha çox hormonal disbalansı olan xəstəliklər, endokrin sistemin xəstəlikləri, Hashimoto kimi, Graves kimi, şəkərli diabet kimi və digər xəstəlikləri olan bir pasiyentlər varsa və erkən yaşda bunlardan əziyyət çəkirlərsə, hətta doğurğanlıq periodunda, həyatın ilk dekadlarında belə artrozlarla qarşılaşa bilirik. Ancaq artritlər belədirmi? Xeyr, artritlər həyatımızın müəyyən yaşlarında, bütün yaş dövrlərində rastlaşa biləcəyimiz bir problemdir. Artritləri isə bir neçə alt qrupa bölə bilirik biz. Hansı artritlər ki, birbaşa oynağın bütün toxumalarını zədələyə biləcək artrit qruplarıdır ki, oynaq xəstəliyi kimi davam edir. Ancaq elə artrit növlərimiz var ki, ümumi immun sistemin xəstəliyi fonunda destruktiv dəyişiklik etmədən sadəcə oynağı özünə cəlb eləyə bilən və geriyə sorulub tam sağala bilən bir proses kimi davam edə bilirlər. Bunu, yəni fərqləri bizə gələcəkdə xəstəliyin diaqnostikasında, seçəcəyimiz müalicə taktikalarında yəni çox yol açır, yol göstərir.